Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsib edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqva olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala üzərimizdə o əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olaraq. Ona görə də cənnət Allah Taala Quran-ı Kərimdə müttəqiləri vəsf edərkən, yəni Allahdan qorxan qullarını, yəni Allah Taala onlara bir çox müjdələr vəd edib. Necə ki Allah Taala buyurur ki, əgər Allahdan qorxsanız, Allah Subhanahu wa Taala sizə bilmədiklərinizi öyrədəcək. Allahdan qorxsanız, başqa bir ayətdə Allah Taala sizə ummadığınız yerdən ruzinizi verər. Və bu cür ayələr çoxdur. Və ən böyük müjdə də Allah Taala vəd edib ki, həqiqətən də Allahdan qorxanlar cənnətdədirlər. Ona görə də təqva önəmli bir vəsfdir ki, hansı ki, müsəlman həmişə o vəsfdən vəsflənməlidir. Yəni, Allah qorxusuyla. Harada olursansa ol, kiminlə olursansa ol, fərq etməz. Təksən, cəmaatlansan və yaxud da öz ölkəndəsən, başqa diyardasansa, fərq etməz. İnsan hər zaman Allah Taalanın nəzarəti altında olduğunu, yəni Allah Taalanın onun bütün işlərindən, əməllərindən xəbərdar olduğunu daima yadında saxlamalıdır və bilməlidir ki, Allah Taala üzərinə elə bir mələklər təyin edib ki, o mələklər də hər bir şeyi qeydə alırlar. Yəni, o mələklər qulun, bəndənin bütün işlərini, bütün əməllərini, hər bir şeyi qeydə alırlar. Necə ki, gəlib ki, ayətdə ki, qiyamət günü o kitab, hansı ki, yazılı hər bir kəsin kitabı olacaq, açılıb qoyulanda onların qarşısına, onlar deyəcəklər ki, vay bizim halımıza, bu necə bir kitabdır ki, böyüklük kiçikliyi heç bir günahımızı tərk eləməyib, hər bir şeyi qeydə alır. Ona görə də o kitablar ki, hansı ki, insanlara veriləcək sağ tərəfdən, sağ əməl sahibləri üçün, sol tərəfdən verilənlər olacaq. Ona görə də o əməl dəftərlərini xeyirlə, savabla doldurmaq üçün müsəlman bir kimsə Allah yolunda nə etməlidir, çalışmalıdır və Allahın əmrlərini yerinə yetirməyə, qadağalarından isə çəkinməyə. Və əlhamdülillah bu qədər Allaha həmd etməliyik daima, Allaha şükür etməliyik ki, Allah Subhanahu taala belə bir fürsət verib, belə toplanırıq, Rəbbimizi xatırlayırıq. Bu böyük bir nemətdir. Çünki baxırsan ki, insanların içərisində ən xeyirli məclislərdir. O məclis ki, hansı ki, orada Allah yad olunur. Orada Peyğəmbəri sallallahu aleyhi ve sellem yad olunur. Məclislər çoxdur yer üzündə. İçki məclisi var, nə bilim, qumar məclisi var, nə bilim, zina məclisi var. Hamısı məclisdə adları. Amma o məclislərdə insanlar nə edirlər? Günah qazanırlar xütbəyə qədər. Və Allaha asi olurlar, üsyanlar edirlər. Amma elə məclislər var ki, orada insan savab qazanır, xeyir qazanır, bərəkət qazanır. Allahın rəhmətini qazanır, mərhəmətini qazanır, mələklərin duasını qazanır. Bu elm məclisləri hansı ki, o yerdəki Allah xatırlanır, Peyğəmbər sallallahu aleyhi ve sellem xatırlanırsa, o məclislər həmişə xeyirli, faydalı olan məclislərdir. Ona görə də belə məclislərdə iştirak etmək, belə məclislərdə dualar etmək önəmlidir. Önəmlidir, qardaşlarım. Əlhamdülillah ki, Allah Taala yəni bizə belə bir fürsət verib, bu cür toplanırıq, Allah xatırlayırıq, Peyğəmbər sallallahu aleyhi ve sellem'i zikr edirik və bu böyük bir nemətdir. Buna görə həmişə Allaha şükür, dua etmək lazımdır. Deməli, bilirsiniz ki, şeytan yəni Allah Taala'ya vəd verib ki, sənin doğru düzgün yolunun üzərində oturub bəndələri azdırmağa çalışacaq. Və o bəndələrin azması istənilən müxtəlif bir yollarla. Ona görə də şeytan həmişə çalışır ki, insanları haqq yoldan, doğru yoldan azdırsın. Bu müxtəlif üsullarladır. Və şeytanın da üsulları çoxdur. Yəni şeytanın da üsulları çoxdur ki, insanları Allahdan uzaq salsın, Peyğəmbərdən uzaq salsın, dindən uzaq salsın. Ona görə də bacardıqca bu yolda hər bir şey eləyəcək. Ona görə deyir ki, sələflər deyərdilər ki, ola bilər ki, şeytan sənə 99 dənə xeyir qapısı açsın. Sən deyərsən ki, ay, nə qəşəng. Lakin sonda bir dənə şər qapısını açmalı səni həlak eləyəcək.
Ona görə də görürsən insanlar olur ki, elə bilir ki, halal qazancdır. Halal qazanc gedir. Bir an nə yaxşı gəlir gedir. Amma alda gəlir, sonunda elə bir qapı açır ki, haram bir qapı olur. Oradan da qayıda bilmir. Deyir, yox, bu haramı götürürəm, heç nə olmaz. Bir dənə ilə nə olacaq? O bir dənə haramı götürməklə məhv olur hamısı. Malı da məhv olur, mülkü də məhv olur, özü də məhv olur, hər şey məhv olur. Yəni bu bir misaldır sadəcə. Yəni bu cür misallar çoxdur. Məsələn, bu günləri şeytanın oyunu nədir? Baxın, sosial şəbəkələrə baxın, ateizmin artması, məsələn, dinsizlərin, imansızların çıxması, bu şeyləri təbliğatını aparma. Məsələn, əvvəllər heç kəs bizim əlhamdülillah cəmiyyət, ölkəmiz müsəlman ölkəsidir və əhalinin çoxusu da müsəlmanlardır. Yəni bu gün baxırsan ki, görürsən ki, bəzi şarlatanlar çıxıb, hansı ki, insanları Allahdan uzaq salmağa çalışırlar. Bu şeytandır. Yəni şeytan o demək deyil ki, belə boynuzlu, qulağınıza belə bir şey gələcək. Şeytan yəni ki, şatara sözündəndir. Yəni ərəblərdə pis sifətli insana şeytan deyirlər həmişə. Bizdə də belə misal, amma şeytanın birini şeytan deyir. Yəni ki, pis xislətli insan. Yəni pis xislətli insanlar bu günləri çalışırlar ki, nədir? Ateist var, ateist var, özü üçün ateistdir. Deyir mən ateistəm, həyatını yaşayır. Ateist var, dinə qarşı vuruşur. Allaha qarşı vuruşur, Peyğəmbərə qarşı vuruşur, Qurana qarşı döyüşür. Yəni insan ateist olması ilə bərabər nədir? Bu şeylərə dinə qarşı vuruşur. Baxırsan ki, başqa dinlərlə işləri niyə? Çünki baxın qardaşlarım, yəni bu günləri Amerika olsun, Avropa olsun, onlar artıq o ateizm dalğasını keçib gediblər. Bu günləri baxırsan Amerikaya, Avropa islamlaşır. Düşünürəm. Məsələn, İngiltərədə Muhammed adı birinci yerdədir. Yəni John adını gəlib keçib, Michael adını gəlib keçib. Yəni Muhammed adı, Ömər, Osman, Əli. Yəni özləri şokdadırlar. Niyə? Çünki ateizm artıq o cəmiyyətlərdən belə deyək də, yəni mundar bir şey kimi atılıb kənara. Bu günləri o Avropa, Qərb düşünür ki, müsəlman ölkələrində bunu eləmək lazım. Çünki müsəlmanlar bu şeyləri görmürlər, eşitmirlər. Biz ancaq Allahı tanımışıq, Peyğəmbəri, dini. Ona görə baxırsan ki, müsəlman ailələrində həmişə bərəkət olur. Xeyir olur. Məsələn, Amerika, Avropa mənəviyyətsiz olublar. Onlar nə ailədə, uşaq 15 yaşa çatdı, əli çörəyə çatdı, çıxıb gelir, bir də atası, anası öləndə gəldi. O da gəlmirdi. Yəni bu belə olub onlarda. Amma İslamda, müsəlmanlarda belə deyil. Axı müsəlmanlarda övlad ananın yanında böyür. Həyatda ki, kişi olanda deyir, yox, mənim anam. Yəni, baxırsan ki, bu hamısı hardan gəlib? İslam dinindən gəlir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə valideynə yaxşılıq etmir. Amma bu günləri görürsən, o bəziləri ağızlarından süd isi gələnlər çıxıb nədir? Ateizm yayır. Dinsizliyi, mənəviyyətsizliyi yayırlar müsəlmanlar arasında. Çalışırlar ki, müsəlmanları Allahdan, peyğəmbərlərdən uzaqlaşdırsın, dindən uzaqlaşdırsın. Bu sadəcə bir dalğadır da. Yəni ki, Türkiyədə başladı. Bizdə də hər şey Türkiyədən götürür yaxı. Baxdılar Türkiyəyə, indi bir-iki dənə dılğır var, çıxıb ora. Elə bilir ki, yəni bu ilə o Diamond tema idi Türkiyədə, uzun saçlı. Baxırsan, yəni cinsiyyətin də məlum deyil, hansı cinsdə məxsus, qız cinsidir, kişi cinsidir, bilinmir də, tutmaq olmur. İkisinin ortasında qalır. Çıxıb, nə idi? Bir-iki dənə kanalını biraz artırdı, milyon nəfərlik elədi kanalını, patpiskasını artırdı, indi haradadır? Yoxa çıxdı, getdi. Elə bir şeydir, çıxdı. Bu, indi bizdə də beləncədir, qardaşlarım. Yəni, çünki bizdə insanlarla, Allah həmd olsun ki, yəni bizdə fitrətimiz, doğuluşdan, əlhamdə biz müsəlmanıq, bizdə evdə onu təbliğ ediblər. Sovetin vaxtında ateizm idi, düzmürəm, Sovet İttifaqı vaxtında. Və təbliğat gedirdi, Allahsızlıq. Bilet verilirdi ki, nədir? Allahsızlıq bileti. Amma bizim nənələrimiz, babalarımız, məsələn, mənim nənəm danışırdı ki, biz Quranı apab gizlənirdik, məsciddə bir yerdə torpağın içində bastırırdıq ki, gəlib görməsinlər evdə. Gəlib evdə görsəydi, tutub aparırdılar. Hələ buna baxmayaraq, bu təzyiqlərə baxmayaraq, yəni nənələrimiz, babalarımız o İslamı yaşatdılar. İndi iki dənə ağzından süd çıxan dılğır çıxır orada deyir ki, nədir onadır? Hə, mən gəlmişəm, İslam dinini yox eləyəcəm. Bədbəxt. O, səndən də ağıllılar olur, ateistlər. Pulları səndən də çox olur, ağılları səndən də çox olur. Çalışırlar ki, nəysə eləsin, heç bir şey alandırmayırlar. Və sən də elə həmin insanlardan birisən. Yəni, nəyə nail olacaq, heç bir şey nail olmayacaqsan Allah'ın için. Sadəcə o bir şey deyil, amma ürək bulandır. Bunlar da ürək bulandıran bir şeydir. Gəlib ötüb keçib gedir, sadəcə o bəzi bədbəxt insanlar hansı var ki, aldanacaqlar bunların hiləsində. Onlar tutub, nədir, bunların belə deyək, toruna düşüb çıxıb gedəcəklər. Məsələn. Yəni, çünki biz bilirik ki, Allah, onun Peyğəmbəri bizə vəd edir ki, İslam qiyamətə kimi gedəcək. Bütün dünya, yer üzündə elə bir ev, məkan olmayacaq ki, İslam ora nədir? Daxil olmasın. İslam hər yerə daxil olacaq. Bu mümkün olan bir şey deyil.
Yeganə dindir ki, İslam dini. Peyğəmbər sallallahu əleyhi və səlləm yeganə şəxsiyyətdir ki, bütün dünyada onun adı çəkilir. O azan var, azan elə belə deyil ki, onu alimlər hesablayıblar ki, dünyanın hər yerində azan başlayanda namaz vaxtı, o dəqiqə fərqləri o ölkələr arasında da hesablayanda bütün hər saniyə, hər dəqiqə bütün yer üzündə azan verilir. Muhammed sallallahu əleyhi və səlləm adı çəkilir. Yəni bu elə belə bir şey deyil, qardaşlarım. Bu Allahdan olan bir şeydir. Sadəcə bu bilisavadlar öz yaradılışlarını unudublar. Çünki şeytanın işi nədir? Şeytanın işi insanları azdırmalıdır. İnsanları Allahdan, Peyğəmbərdən uzaq salmalıdır. Deyir, bax, Allaha deyir ki, ya Rabbi, mən sənin düz yolunun üstündə oturacağım, azdıracağım. Deyir, mən onlara sağlarından gələcəm, sollarından gələcəm, önlərindən gələcəm, arxalarından gələcəm və bir də aşağıdan gələcəm onlara. Yəni, nə deməkdir? Sağdan, soldan, öndən, aşağıdan, nə deməkdir? Sənə öndən gələcək, nə ilə gələcək? Sənə gələcək, dünyaya bağlatdıracaq səni. Sənə öndən gəlməklə, alimlər deyirlər ki, sənə dünyanı bağlatdırır. Eşin nə var ya axırıdır? Kim gəlib cənnətdən? Kim gəlib cəhənnəm? Nə varsa elə bu dünyadadır, ye, iç, kəf elə. Dünya ilə səni aldadır. Pul, hər şey pulun başında. Çünki insanlar pulu məqsəd ediblər. Amma pul məqsəd deyil. O məqsədə çatmaq üçün nədir? Vasitədir, səbəbdir. İslam dinində bu belədir. İslam dinində pul sənə verilib Allah tərəfindən o ruzi ki, sən o ruzi ilə Allaha ibadətini edirsən, daha da çox eləyəsən. O ruzi gəlir, elə insan var ki, görürsən pulu gəlmir, həcc eləyə bilmir. Amma sənə verilir ki, sən o pulla nə edirsən? Allah yolunda həcc eləyəsən, Allah yolunda zəkat verəsən. Yəni, bunları eləyəsən Allah üçün. Bu, sənə verilən nədir? O ruzidir. Amma bizdə insanlar onu məqsəd ediblər. Məqsəd olanda, o artıq öz funksiyasından çıxır. Ona görə görürsən, insanlar o pula görə bir-birlərini öldürürlər də, bir-birlərini tuttururlar da, hər şey. Amma məqsəd olmayanda, o səbəb o kimi sənə baxan, sən ona baxanda, ona görə sənin üçün o şeytanın səni aldatması da mümkündür. O, İmam Əhməddən soruşurlar ki, deyirlər ki, müsəlman bir kimsə deyir, zahid ola bilər, deyir, bəli, ola bilər. Deyir, necə, nə vaxt ki, deyir, o pulu, varı dövləti əlində saxlayacaq, qəlbinə buraxmayacaq. O pul, var dövlət sənin qəlbi oturursa, səni azdıracaq, səni yolundan çıxaracaq. Nə qədər insanlar, yəni misallar çoxdur da, yəni görürsən ki, pul gəldikcə insan davranışını dəyişir, oturuşu dəyişir. Yəni ki, Quran-ı Kərimə də biz Quran-ı Kərimdə də bir çox bizə qövmlər ki, hansı ki, onların sandıqlarını insanlar miniklərlə Allah təkəbbürlü onları hamısı nə etdi? Saldı hamısını. Mesela Harun Qal onun vəziri kimi və s. kimi insanlar hansı ki, o Kəhf surəsində o bağ olan olur. Bağı ilə fəxr edir, mən bağım belə, ay mən. Allah subhanə səhər durur, gör ki, o bağdan əsər alamət qalmır, bir dənə tufan göndər, məhv olur hamısı. Yəni Allah subhanə bu misalları bizə çəkib ki, biz oxuyaq, ibrət alaq. Və sonra nə deyir, arxalarından gələcəm. Arxadan gəlmək nə idi? Şeytan nə idi? Arxadan gəlməli nə edəcək? Sənə ahirəti unutturacaq. Çünki insanlar sanki bu dünya ilə yaşayır hamısı ki, buradadır, nə varsa buradadır, ahirətdə heç nə yoxdur. Halbuki ahirət məsələsi, qardaşlarım, ahirət məsələsi, baxın bütün dinlərə, batıl olan dinlərə də belə baxsan, o Fironun vaxtında o Misir piramidalara baxın, ahirət məsələləri onlarda belə ən üstün olan məsələlər. Çünki onlar inanırdılar ki, insan öləndən sonra gedəcək arası. Ona görə də onları mumyalayırdılar ki, orada nə etsinlər? Qızıllarını, əşyalarını qoyurdular o mumyaların yanına ki, orada diriləcək, o istifadə edir. Çünki bilirdilər ki, ölümdən sonra həyat var. Amma bu bisavad, ağzından süd isi gələn çıxıb indi deyir ki, yox edir, nə var? Buradadır deyir. Özü yazıbdır orada ki, Allah yoxdur. Hə, Allah yoxdur kəlməsini yazıb. Yəni, təsəvvür edin ki, yəni, bu insan nə qədər şarlatandır, yəni, nə qədər şeytandır ki, yəni, cürət edib o kəlməni yazıb ora. Və inşallah ki, Allah subhanətələ zəlil edəcək onu Allah'ın izniyle. Sadəcə gezi tezi var. Zəlilləri ilə o yazını sinəcək inşallah. Yəni, sadəcə dəvətə icabət etmək lazımdır və dəvəti yaymaq lazımdır ki, insanlar, yəni, önəmli olan nədir? Müsəlmanların savadlanmasıdır. Müsəlmanlar tarix boyu bütün dünyaya hakim olurlar. 600 il, 700 il ərəb xilafəti dünyaya hakim olur. Ondan sonra gəlib Osmanlılar 400 il, 500 il, 1000 ildən çox müsəlmanlar dünyaya hakim oldular. Dünya müsəlmanların inkişafları ilə, kəşfləri ilə yaşayıblar.
Ondan sonra xristianlar nə görüblər və yaxud da obuslar nə görüblər, heç bir şey. Müsəlmanlardan oğrayıblar hamısını. Öz adlarına yazıblar, istifadə edirlər. Bu günlər müsəlmanların geriləmələrinə səbəb nədir? Dünyaya bağlanmalarıdır. Geriləmələrinə səbəb nədir? Oxumamalarıdır. Ona görə də bu cür ünsürlər çıxırlar, görsən bu şeylərdən istifadə edirlər. Ona görə də qardaşlarım, yəni əlhamdülillah ki, şeytanın Allah Taalaya vəd verməsi kimi onların arxalarından gələcək. Odur ki, yəni arxadan gəlmək onlara nədir? Ahirəti unutturmalıdır. Yəni ahirət yoxdur. Nə varsa elə bu dünya. Sağdan gəlmək və sonra deyir ki, soldan gəlmək günahlarla gəlməsidir. Yəni insana şeytanın nədir? Günahlarla gəlməsidir. Günah qapılarını açmasıdır. Zinadır, içkidir, qumardır, haramdır. Və nə qədər məniyyətsiz günahlar varsa, İslam sənə nə deyir? İslam deyir ki, bunlardan uzaqdır, içkidən uzaqdır. İslam sənə nə deyir? Qumar oynama, zina etmə. Öz xanımından başqasının xanımına göz dikmə. Onun malında gözün olmasın. Təsəvvür edin ki, bütün bu şeyləri sənə İslam aşılayır. Amma bu məniyyətsiz çıxır, deyir ki, yəni bunların heç biri olmamalıdır. Yəni sən günah da eləməlisən, keyfin içində yaşamazsan. Xıttaya qədər günahın içində olmazsan. Yəni çünki ateizmin təbliğatı odur, qardaşlarım. Ateizmin təbliğatı odur. Dediyim kimi, qardaşlarım, yəni əlhamdülillah ki, Amerikada, Avropa kimi ölkələr bu şeyləri artıq etaplar keçib gediblər. İndi ora İslamlaşır. Bu şeyləri harada yaymağa çalışırlar? Dinsizlər, imansızlar, İslam ölkələrində, müsəlman ölkələrində ki, müsəlmanlar üçün də bu şeylər təzə daxı görmür. Eşidən cahillər nədir? Dərhal aldanırlar. Bu nə danışdı? Doğrudan din boş şeydir və yaxud da bunlar hamısı cəfəngiyat demiş və s. Ona görə də görürsən ki, nədir? Yəni, insanlar çalışırlar ki, Allahın dinindən insanları neysən uzaqlaşdılar. Bu mümkün olan bir şey deyil. Yəni, günahlar, şeytan vəd verib ki, o günahlarla sol tərəfdən gələcək və insanları nədir? O günahlara sövq eləyəcək. Hidayət neyməti, qardaşlarım, böyük bir neymətdir. Allah Subhanahu taala kimə hidayət veribsə, yəni doğru yola yönəldibsə onu, İslamı bəxş edibsə, yəni doğru yola yönəldibsə onu, İslamı bəxş edibsə, azdır. Və hidayət, kimisə doğru yola yönəlməsi heç kəsin əlində deyil. Heç kəsə hidayət elə bilməz Allahdan başqa. İllərlə dəvət etdiyimiz insanlar olur ki, görürsən ki, heç nə qəbul eləmir. Amma illər ötüb üstündən gəlib ki, qardaş, vaxtı kəsən mənə belə deyirdin, mən istəyirəm namaza başlayım. Görürsən ki, neçə il keçəndən sonra o şey onun qəlbinə oturub. O çatır o şeylər, məsələlər ona. Ona görə də bu məsələlər belədir. Yəni, hansı ki, insan nədir? Hidayəti, yəni Allaha verdiyi bir neymət olaraq görməli və ona şükür etməlidir ki, ya Rabbi, sənə şükürlər olsun ki, yəni sən məni heyvandan aşağı eləməlisən. Bu ateistlər heyvandan aşağıdırlar, qardaşlar. İnsan, məsələn, onlara nəsə deyə bilər. Qiyamət günü o heyvanlar sənə yaxandan yapışar ki, mən Allahımı tanıyan bir məxluqam, sən məni kimdən müqayisə edirsən? Ateist, heyvandan aşağı olan bir məxluqdur, qardaşlar. Çünki heyvanlar onu yaradanı tanıyır. Bilir ki, onu Allah yaradıb. Heyvanlar bilirlər onu ki, Allah yaradıb onu. Bilirlər ki, Allah Subhanahu taala göylərin və yerin yaradıcısıdır. Yer yüzündə elə bir məxluq yoxdur ki, onun ruzisi Allah tərəfindən olmasa, bu Allahını tanımasın. Amma bu, təsəvvür edin, Allah Taala onu spermadan yaradır. Spermadan yaradır da. Atası ilə anası yaxınlıq edib, bu çıxıb ortaya. Spermadan əmələ gəlir, mikroskopun altında görsənmirdi belə. Güclə görsənirdi, belə qurbağanın balasına oxşayırdı, gezirdi, üzürdü orada. İndi böyüyüb, boyu başa gəlir, qol qız çıxıb, biraz boyu artıb, deyir, yox, Allah yoxdur, deyir. Bu elə bilir, düşünür ki, o milyon dənə spermadan, o gedib ananın rəhminə gelib düşən var, o milyon dənədən bir dənəsi gelib də, yəni bu gelib düşüb orada. Yəni istəsəydi Allah Taala bu düşməyəcəkdi, başqası düşəcəkdi. Qız olacaqdı, oğlan olacaqdı, əkiz olacaqdı. Yəni insan oturub bir də anını papağını o bizdə söylüyor, papağı qoyub qabağına düşürər. Oturub papağını qoysa qabağına ki, necə oldu o, mən getdim düşdüm ora, Allah Taala məni o qurbağanın balasına oxşayırdım. O boydan adam mənə bu boy deyil. İndi mən deyirəm ki, Allah yoxdur. Yaxşı, demirsən Allah yoxdur. Sənin o dünya alimlərinin hansı ki ateistlər var, misal gətirirsən. Qoy bir dənə bir qurbağanın balasına oxşayan bir şey düzəlsinlər də. Eləsinlər də indiyə kimi eləyən olur, qardaşlarım. Var belə bir fakt. Bəlkə mən bilmirəm, yaxından çıxır. Hə? Mümkün deyil, qardaşlarım. Mümkün deyil. Heç nə demirəm, bir dənə ağacı qanadı bir dənə düzəlsinlər də, heç olmaz. Ağacı qanadı robotun düzəlsələr, bu yerdən böyük olacaq. Amma Allah Subhanahu elə bir bu boyda bir məxluq yaradıb ki, xortumu ilə nə hissən edir? Səni gecə də qoymur yatmağa. Sən boyda 100 kiloluq cəsədi gecə qoymur yatmağa.
əsəbindən durursan ayağa ki, bu boydan ağzıqanı mənə qoymur yatmağa. Gör, sən bir də ağzıqanın əlində qalmışsan, nə sən? İndi deyirsən ki, Allah yoxdur. Allahu akbar. Ya vallahi o ağzıqanı da Allahı tanıyır. O yaradanını tanıyır. Ya, bu bədbəxt o boyda olub gəlib boy, buxun, baş, hər şeydən indi deyir ki, Allah yoxdur. Deyir, Allah yoxdur. Onun görə şeytan var. Şeytan var və qiyaməti kimi də olacaq. Və işi də insanları azdırmaqdır. Yəni, işi də insanları azdırmaqdır, müxtəlif yollar. Yəni, şərt deyil ki, günahla gəlsin. Gəlib, dinsizliyi yayır, şeytandır da. Və çalışır ki, insanları nə etsin? Allahdan uzaqlaşdırsın, Peyğəmbərdən uzaqlaşdırsın. Ki, ən böyük fitnəni biz nə bilirik? Biz bilirik ki, ən böyük fitnə Məsih Dəccəlin fitnəsi olacaq. Hansı ki, o gələcək və Allahlıq iddiasında olacaq. Yəni, Adəm övladı üçün ən böyük imtihan olacaq. Hansı ki, gələcək və Allahlıq nədir? İddiasında olacaq. Və Allah Taala ona elə bir rüxsət verəcək ki, o hər bir şey eləyəcək. İnsanı öldürəcək də, dirildəcək də, bu şeylərə qadir olacaq. Ki, insanlıq üçün, bəşəriyyət üçün ən böyük fitnə olacaq. Lakin bu dinsizlər, imansızlar, bunlar müvəqqəti narahatçılıqla hansı ki, gəliblər, bütün Allah Subhanahu taala kimlərsə görürsən ki, düşəcək olan hiləsinə, azacaq, toğunu azacaq, çıxıb gələcəklər, yoxa da çıxacaqlar. Yəni, müvəqqəti bir şeylərdir. Buna görə də, əlhəmdülillah ki, dəvəti daha da artırmaq, daha da çoxaltmaq lazımdır. Ki, insanlar doğru şəkildə Allaha, Peyğəmbəri, dini tanısınlar. Yəni, bizim problemimiz odur ki, insanlar Allahı, Peyğəmbəri doğru, düzgün şəkildə tanımırlar. Ona görə baxırsan ki, onların debatına çıxıb danışanlar var. Görürsən ki, İslam dinindən xəbər olmayan adamlardır. O da orada görürsən ki, o bir-iki dənə belə ilişdirici suallar verir. O da ilişir qalıb, bir-birinə cavab versin. Şirdirlər məsələn ki, ayda filan kəs neyinə də, dəhşət. Ona görə də insan gərək ilk günündə də özünə baxsın. Vallahi ki, yəni insan həqiqətən o misal var, deyir ki, papağı qoy qabağıma fikirləş. Oturub özü gecə vaxtı fikirləşsə ki, ayda subhanallah, doğrudur nə? Yəni mən deyirəmsə Allah yoxdur. Yaxşı, bu niyə görə insanlar bu vaxta qədər ölümün çarəsini tapa bilmirlər? Yəni o ateistlər var da, bu qədər pulları olub ola. Kəşflər eləyiblər, Allahı inkar etməyə çalışırlar, insanları azdırmağa çalışırlar. Yəni niyə öz ölümlərinin qabağını ala bilmirlər? Qozalıqlarının qabağını alsınlar da, niyə almayıblar? Hə? Amma mümkün olan bir şey deyil bu. O insan oturub fikirləşsə ki, niyə görə mən doğulanda mənim saçım ağarmır, amma ged-gedə yavaşı başlayır ağarmağa, qocalıram, belim tükülür, dərim qırışır, nə qədər istəyirlər, daşdırırlar özlərini, oradan daşdırırlar, buradan xeyir yoxdur, xeyir, qardaş. Yəni Allah Subhanahu taala səni belə yaradır, burnunu kəstirir, qulağını kəstirir, nə bilim, gözünü daşdırır, orasını daşdırır, xeyir yoxdur. Bu yaxında da o şey də çəkmişlər, videolar çəkmişlər, sünni ilə təbii olanda, hə. Vallahi nə qədər ilə xeyir yoxdur. Görsən Allah Subhanahu taala səni yaradıbsa, səni xəlq edibsə belə, sən qarşıda qocallıqca qalsınlar da o inkar edənlər alsınlar o qocalığın qarşısını. Mümkün deyil axı. Mümkün deyil qardaşlar. Ona görə də əlhamdülillah ki, dinimizi doğru düzgün şəkildə oxumalıyıq, öyrənməliyik. Sonra öyrənsək vallahi bunların danışıqlarını, o dinsizlərin danışıqlarını boş bir şey görəcəksiniz. Özünüz boş bir şey görəcəksiniz. Vallahi ki, yəni o Allah Taala Quranda deyir, hörmüçək torundan da deyir zəif. Ən zəif ev hörmüçəyin torunudur da. Evidir. Ən zəif bir şeydir görəcəksiniz onları. Həqiqətən də bu belədir. Yəni gətirdikləri nə deyil? Boş-boş şeylər danışır. Yəni ki, nağıl. Oturub sənə elə şeylər danışır, baxırsan ki, bu nə gizdir, giz sözləri harına tapır. Özə fikir verin, Tanrı deyirlər, Tanrı, Allah demirlər. Çünki çalışırlar ki, insanların dilindən Allah kəlməsini itirsinlər, Tanrı. Onların tanrıları, o keçən və dediyimiz ki, o Senyor Robinson kinosunda Maqdu var idi, Maqdu. Ona ibadət edirdi. Bunların tanrısı olar, elə bir şeylər olacaq. Daşdan, zatdan, heykəldən, kukladan, zatdan. Belə vallahi, yəni ki, o başqa bir şey olanmaz. O Epstein adasında özləri üçün bir dənə o bələ bütü düzəltmişlər. Bunlar da eyni şeylərdir, yəni ki, ona görə də belələrinin yalanlarını, hillərini dərhal aldanmaq olmaz. Müsəlman biraz ağıllı olmalıdır, dərrakəli olmalıdır. Həmçinin yəni səbəblər var da qardaşlar, yəni səbəblər var ki, belə insanların ortaya çıxmaları, məsəl üçün Eşad Miri kimi yox, dinsizlər, imansızlar, yəni təkan verir belə. Bəli, çünki o adını müsəlman qoyur. Bu deyil, mən ateistəm. Bu deyil, mən ateistəm, açıq aydın İslamla vuruşur. Amma o deyil, mən müsəlmanam, müsəlman olması altında, maskası altında İslamla vuruşur. Eyni təbliğatı aparır da qardaşlarım. Hədisləri başladı inkar edir, indi keçib Quranı inkar etməyə.
Quranda nə qalıb ki, inkar etməsin? Hər şey inkar edirlər. Yəni, ateistlə onun fərqi nədir ki? Onun bir ateist deyir ki, 99% mənə hər şeylə razı olan bir insandır bu biri. Yəni, hər şeylə 99% razı olursa, deməli, bunun onlardan heç bir fərqi yoxdur. Və həmin ki, belə insanlar, qardaşlar, yəni bu cür insanlar, bu günləri cəmiyyətimizdə Türkiyədə çoxdur. Və bunlar da oradan təsirlənirlər. Baxırlar, onların danışıqlarını götürüb burada danışırlar. Mesela Peyğəmbər s.ə.v Ayşə ilə evlənməsi, Zeynəb söhbəti, Zeydin yoldaşını alması Peyğəmbər s.ə.v. Niyə bu məsələləri işləyirlər? Hardan gəlib? Dindən gəlib də. Hamısını götürürlər onlardan da, o Türkiyədə olanlardan və yaxud da bu bizdəki bu dinsiz, imansızdan ki, hansı ki götürürlər və nədir? Və başlayırlar o cür nə? Təbliğə və aparmağı, müsəlmanları nə etməyə, azdırmağa. Ona görə diqqətli olmaq lazımdır. Yəni, əlhamdülillah ki, yenə dedim ki, o müvəqqəti bir narahatçılıqdır. Gəlib ötüb, şeytanlar da gəlib ötüb çıxıb gedəcəklər. Dediyim kimi, Amerika olsun, Avropa olsun, onlar artıq bu ateizmi keçib gedirlər. Bu günlər onlar İslamlaşır. İslam sürətli şəkildə yayılır. O, keçən dəfə bir video çıxdı qabağıma. O, Amerika aktyorudur. Onun öz verilişi var. Amerikada bir İngilis dilində aparır, podkastdır. 2 dənə müsəlmanı çağırır, bir başı bağlı xanımdır, yoldaşıdır və bir dənə də Amerikalıdır. Amerikalı deyir ki, Amerika keçmiş hərbiçidir, Əfqanistan, İraq, hər yeri keçib də. Deyir, mən yaralı gəlmişdim və gəldim öz ştatıma. Öz ştatımda gördüm ki, müsəlmanlara qarşı öz agresiya məndə dəhşətdir də. Yəni, harada iti qurdu görüm, o deyir, müsəlmanı gördüm. Bax, belə bir şeylə. Deyir, gəldim, elə yerə çatdım ki, mənim ştatımda, yaşadığım yerdə gördüm ki, müsəlmanların ən böyük ştatlarından, ən böyük, belə deyək, ofislər açılıb müsəlman. Həm namaz yeri, həmçində ibadət dərsxana kimi yerləri bir açılıb müsəlmanların. Mənim olduğum ştatda. Təsəvvür edin ki, deyir ki, dedim ki, partladacam oranı. Yəni, YouTube'da var, girib baxa bilərsiniz. Dedi ki, partladacam oranı. Yəni, YouTube'da var, girib baxa bilərsiniz. Dedi ki, partladacam oranı. Və qərarlaşdım. İçəri baxdım ki, adam Hasan çox olur, Hasan alır. Təsəvvür edin, özü danışılır. Deyir, qərarlaşdım ki, partladmağa. Bir gün gələndə qapıda həmin o qadının arasında. Qadın da və yoldaşı da oranın, belə deyil, müdürüdür, böyükləridir, onlar təşkil edirlər o cəmiyyəti. Deyir ki, örtməzəsi belə arada söhbət açıldı, həm xoş gəlmişsiniz, gəlin, oturun, dəstlərdə baxın, kitablar nə lazım verir. Belə oldu ki, münasibət yarandı. İndi həmin o hərbiçi, bu boyda saqqalla oturub o verilişdə, yəni siz təsəvvür edin ki, mən partladmaq niyyəti ilə gəlmişdi, mən artıq nədir? Allahıma ibadət edən bir insanım. Bu günləri bu... Nə deyəsən? Belə bir söz tapa bilməm, deyim ona ki, təsir edəsin. Mənim fikir versəz olur. Yəni ki, heyvandan aşağıdırlar, andır Allah. Allah s.ə.v deyir Quran, deyir ki, onlar heyvandan da aşağıdırlar. Çünki qulaqları var, eşitmirlər, gözləri var, görmürlər, qəlbləri var, heç başa düşməzlər. Allah hidayət versin, ola bilər, nə baxsa ayrılsınlar, ayrılsın. Amma elə bir yol qoyub ki də, elə bir addım atıbdır. Yəni ki, nə bilim, Allah qorusun. Yəni, məhv edildi Allah s.ə.v. o kəslər ki, Allaha qarşı çıxıblar. Yəni, bu günləri Qurana qarşı mümkün deyil ki, kimsə Quran kimi bir kitab yazsın, kimsə bir sura gətirsin, bir dənə ayə. Mümkün deyil, 1400 ildə insanlar baş sındırırlar ki, Allahın kitabına qarşı nəsə eləsinlər. İndiyə kimi heç şey bilmirlər. Heç bir şey deyirlər, heç bir şey tapa bilmirlər. Onun ki, Allah Taala da bütün bəşəriyyətə nə deyir? Deyir ki, bacarırsa bir dənə gətirin, heç olmasa bir dənə ayə gətirin, bir dənə hərif gətirin, görün də oxşada biləcəksiniz. İndiyə kimi heç kəs oxşadmıydı Qurana. Yaxın bir şey düşə bilmirlər. Allah s.ə.v. bizləri bağışlasın. Dünyada da və axirətdə də möhkəm bir kəlmədə, Allah kəlməsi bizləri sabit etsin. Bizləri bağışlasın. Rəbbim dua edirəm ki, Allah Taala məmləkətimizi, dövlətimizi qorusun və belə şarlatanları, şeytanları tezlə Allah Taala zəll etsin. Hidayətə layiqdirsə, Allah yönətsin doğru yola. Yox, Allah son məhv eləsin onları. Və onların o məhvini də hamıya göstərsin ki, beləncələrin axırı budur. Belələrin axırı nədir? Budur, qardaşlarım. Allah sizdən razı olsun. Kimin nə sualı varsa verə bilər.